Səhər saat 7-dir. Bakıdan yola düşürük. Yolumuz Zəngilanadır. Zəngilan Ağalı kəndinə. Qarabağa ilk gedişimdir. Hədsiz həyəcanlıyam. Çox səbirsizlə gözləyirəm. Adnan bəy, biz Zəngilana gedirik. Bu ilə bağlı nə deyə bilərsiniz? Gedib görək də. Olmuştum, Şuşada olmuştum. Zəngilanda olmamışam. Zəngilanda olmamışam. I'm so excited. Super. Bu bizim avtobusumuzdur. Gözləyirik hamı yığışsın, yola düşək. İlk dəfə də deyəsən gedirsiniz. İlk dəfə, yox, Qarabağ tərəfə. Qarabağ yox, ikinci dəfə. Şuşada olmuşam. Zəngilan bəs? Zəngilanda olmamışam, amma maraqlıdır gedəcək Ağalı kəndinə. Baxacağıq. Mən Şuşada olmuşam, Zəngilanda hələ olmamışam. Birinci dəfədir. Deyil. Olmamışam. İnşallah ilk dəfə gedir. Super. Siz olmuşdunuz? Yox, mən də birinci dəfədir. Əsas məsələ ağa çəkmə məsələsini gözləyirəm. 5-6-cı dəfədir. Ümumi Qarabağa. Ümumi Qarabağa. Zəngilan Şuşa, bəs? Ağdam, Zəngilan birinci dəfədir. Yox, hələ birinci dəfədir. Birinci səfərdir. Super. Bu çox böyük sevinç hissi, həyəcan hissi əlbəttə ki. Я забыл закрыть. Artıq yola düşmüşük. Təxminən 4 saatlıq yolumuz var. Saat 7:26-dır. Yolda qərar verdik ki, bir-birimizi daha yaxından tanımaq üçün özümüzlə bağlı məlumat bölüşək. Всем привет. Некоторые из вас меня знают, некоторые нет. Меня зовут Канан. Я видеограф и блогер. Сильно какими-то проектами похвастаться не могу, но типа я делал проекты для Тасиль Назерли, мы снимали, не знаю, Мәнімле Даныш, может, слышали. Вот. Потом я работал на проекте The Book of Azerbaijan. Это проект Гейдар Алиев, фонда Гейдар Алиева. Мы создавали книгу про Азербайджан со всеми районами, со всеми городами и так далее. Я тоже принимал участие в информационной войне. Не знаю, что такого интересного рассказать из моей жизни, я просто видеограф и блогер. Просто Kənan. Özüm iqtisadçıyam. BP şirkətində işləmişəm, maliyyə departamentində. Sonra öz biznesimi qurub çıxmışam. Məndə də beauty sektor var və aksesuar mağazalarımız var. İndi project managementlə məşğulam, layihə idarə etməsi. Hazırda bir neçə universiteti rəqəmsallaşdırırıq. Bir layihədə Azərbaycanın ən böyük mükəmməllik mərkəzini tikirik. Burada olacaq elmi laboratoriyalar və hub yaradacağıq, regional hub. Həmin mükəmməllik mərkəzinin əsas işi olacaq yetişdirmək və daha sonra bəlkə nə vaxtsa Silikon vadisi ola bilərik, bilmirəm, amma çalışırıq belə bir şey. Hazırda bu işlərlə məşğulam. Скорее я, наверное, пишу про социум очень много. И во время 44-дневной войны у нас была группа Хары-Бюльбюль. И мы с девочками занимались тем, что мы собирали вещи для солдат и возили на фронт. В основном это был Агдам. Также в Сугвушан мы очень много отправляли. И вот в Зангилан. Mən Azərbaycan layihəsinin təsisçisi rəhbəri. Azərbaycan regarding Azərbaycan deməkdir. Azərbaycanda turizmin inkişafı və təbliğatı, onun həm Azərbaycanlılara regionlarımızı tanıtmaq, həm xaricilərə. Bizim burada komandamızın 3 üzvü var, amma bizdə 50-yə yaxın blogerlərimiz, üzvlərimiz var. Və bizim hər bir blogerimiz sadəcə Yamiyə xanım dediyi kimi o gündəmdə olan şeylər üçün blogerlik etmirlər. Hər biri iş sahibidir. Yəni bizim komandada olan blogerlər, onların səhifələri onların qazanc yeri deyil. O onların personal branding üçün istifadə etdiyi səhifələrdir. Sahibkarlardır, iş adamlarıdır.
Yəni bu insanlardır, hansıların ki özləri təcrübələri var. Yəni bu çox belə xırda və planlarımızın bir 5%-idir. Amma çox vaxtımızı almayıb. Kimə maraqlıdırsa, gəlin bizim ofisə, daha ətraflı danışarıq. Elnara Nəxmədova, Bütek şəbəkələri, Gözəllik Salonlar şəbəkəsi, 7 filialımız var, 150 nəfər işçi heyətimiz var. Yəni bu sahədə artıq 30 ildən çox fəaliyyət göstərir. Ondan da 15 ildir şəxsi biznesdir. Hər şey çox gözəldir, yaxşıdır, razıyam. Maşallah. Gedir də yavaş-yavaş belə işimiz gedir. İnformasiya savaşında biz də çox belə aktiv fəaliyyət göstərirdi Azərbaycanın da sayəsində. Ümumiyyətlə bərpa olmuş torpaqlarımızı görmək. Çünki Qarabağ 30 ildir bizim çox böyük ürək ağrımız idi. Bizim üçün çox böyük anlamı var. İndi orada gedib həyatı görməyə. Çünki biz erməniləşdirdən sonra gördük ki, nə günə düşmüşdü bizim torpaqlarımız. Və Səbinə burada qeyd etdi. Bundan öncəki hər bir ev, dağılan bir ev sanki bir yəni itirmiş bir həyat idi da orada. Ona görə indi gedib bunu görmək, təbii ki, mən əminəm ki, məndə göz yaşları da yəni olacaq. Çünki istər-istəməz anlamı bizim üçün çox böyükdür, çox. Gəncədə, hə. Mən Natellanı tanıyanda o fotomodel idi. Sonra aparıcı kimi tanıdım onu. Sonra artıq internet fəalı kimi tanıdım. Yəni, на самом деле, она komsomolka, nə bilim, sportsmenka, krasavitsa, hə, şamankalığı da var. Skripka müəlliməsiyəm. Musiqi məktəbində artıq 20 ildir Rostropoviçlər adına musiqi məktəbində skripka müəlliməsiyəm. Amma bundan başqa artıq 12 ildir ki, tədbirlərin təşkili ilə məşğulam. Böyük tədbirlərin, toylar, konsertlər, Respublika Sarayında bir neçə konsertlər təşkil eləmişəm. Qarabağda əlbəttə ki, bu mənə elə gəlir ki, elə bir Azərbaycanlı yox idi ki, bizim ikinci müharibədə sosial aktiv olub da bu işlərdə iştirak etməsin. Əlbəttə hamımız iştirak eləmişik. Mənim üçün çox gözlədiyim bir səfər idi. Себе особо много рассказывать нечего. Один из основателей проекта «Медпросвет», доктор, терапевт. Во время 44-дневной войны у нас, врачей, была немножко другая война. Это была не информационная война, потому что мы, врачи, все-таки, да, мы на своих страницах, как не врачи, как граждане, да, безусловно, полностью поддерживали наших солдат. Понятно, у нас сердце болело, но мы воевали по своей профессии. Вот врачи нашего проекта, их невозможно было в Баку найти. На самом деле, когда меня часто спрашивают, хорошего хирурга, хорошего травматолога, абсолютно невозможно было найти, потому что все были на фронте. Я испытал, честно говоря, большую радость и очень большое волнение, потому что я впервые вообще буду на освобожденных территориях. Я там никогда не был. Особенно для меня это важно, для моей семьи. Почему? Потому что моя мать родом из Физули. И для меня это личное переживание сейчас, безусловно, очень. Ben də jurnalist işləyirəm. Dövlət televiziyasında həftədə bir dəfə efirə çıxan ictimai siyasi verilişimiz var. Yoldaşımla bərabər, bəli, ASTV-də. Yoldaşımla bərabər aparıram o verilişi. Və bu işə təzə başlamışam. 2 həftə olar da, belə demək olar. Biraz 2 həftədən çox olar. Çox, demək, bəyənirəm, çox belə həyəcanlıyam ki, burada nə işlər görə bilərəm. Məni də əsas motivasiya eləyən odur ki, biz azad olmuş ərazilərdə həyatın bərpasıyla məşğulam. Müəyyən qədər ora töhfə verə bilirəmsə, doğrudan da bu mənim üçün çox böyük bir faktordur. Mən Cəfər Nəcəfov, həm sahibkar, həm biznes sahəsi üzrə blogerəm. 100-dən çox ölkəyə 100 minlərlə məhsul satmışıq. Mən bir Cupsi şirkətim var. Cupsi e-ticarət sahəsindədir. Məhsul olmadan dropshipping biznes modeli ilə Çindən, Amerikadan bütün dünyaya satış edirik. 50-dən çox tətbiq yaratmışam. Ondan sonra Azərbaycanda da Real Marketing agentliyi var, onun təşkil və direktoruyam. İnformasiya müharibəsində də öz
sahəmə aid nə eləyə bilirdimsə, maksimum əlimdən gələni eləyirdim. Bir qrup yaratmışdıq, Telegram qrupu. Orada deyirdi ki, tutalım, bunu eləyin. Hamı bir ordu kimi onu eləyirdilər. Məsələn, Kim Kardashian o vaxtı paylaşımlar eləyirdi və kütləsi də dəhşət çox dağı. Fikirləşdik ki, biz bunu nətər eləyək, qabağını alaq. Onun reytingi 4.9 falan idi. Qrupa yazdım ki, davay, giririk bura, yazırıq, məhsul aldıq, bəyənmədik. Səhifəmdə də ona elan vermişdim və bir gün içərisində onun reytingini saldıq 1.9-a falan. Ondan sonra çıxdı, dedi ki, bəs mənə hücumlar olur Azərbaycandan, səhifəm belə eləyirlər. Və bunu deməyə də yaxşı oldu ki, digər bütün o məşhurlar hamısı ehtiyat elədilər ki, hə, biz də birdən Azərbaycana qarşı nəsə bir çağırış eləyərik, nəsə deyərik. Mənə də eyni hücum olar, biznesimi batırdıq, oturmuşam sakit oturduğum yerdə. Çox maraqlıdır mənə ki, ağıllı kənd qurulub. Ümumiyyətlə, Azərbaycanda ilk dəfədir ki, bir ağıllı kənd qurulur. Eşitmişəm ki, orada günəş enerjisindən də evlər, bütün işıqlar falan, hər bir şey günəş enerjisindən istifadə olunur. Çox maraqlıdır və düşünürəm ki, indi gedib orada baxandan sonra biznes ideyaları fikirləşmək olar ki, o kənddə yaşayanlar nə cür bizneslər qura bilərlər falan, yəni bu ilə bağlı planlar var. Xoradisi keçirik, az qalıb. Zəngilan Ağalı kəndindəyik. Bu demək olar ki, bütöv Qarabağda, yəni işğaldan azad olmuş torpaqlarımızda məskunlaşdığımız ilk yerdir. Daha doğrusu qayıtdığımız ilk yerdir, belə, yəni bir sakin kimi, bir əhali kimi qayıtdığımız ilk yerdir. Əlbəttə ki, bütün başqa yerlərdə bilirsiniz ki, biz qayıtmışıq, ordumuz oradadır, infrastruktur yaradılır, tikinti gedir, quruculuq gedir, amma yaşamağa, yəni ilk gələn Qarabağlılar burada məskunlaşıblar Ağalı kəndində. Ağalı, ağıllı dediyimiz bir kənddir. Mən də sizi burada salamlayıram. Bizim bugünkü heyətimizin özü də ağıllı heyətdir. Biz xüsusi seçmişik sizi, smart insanları. Ümid edirəm ki, sizə yaxşı olacaq, burada maraqlı olacaq. Necə gəldiniz? Super. Bəlkə mərkəzə tərəf gedək, tərcih edirəm. Xoş gəldiniz, buyurun. Necə gəldiniz? Yaxşı, bayramda da yaxşı oldu. Paradizə qədər yalın, Paradizdən bura. Sizə deyim. Bu məsələnin mistik tərəfidir. Bəli. Mən sizə bunu başa saldım. Nə idi bu? Bu deməli 4 inzibatlı binadır. Burada həm 4 inzibatlı bina. Bəli, 4 inzibat. Burada həm dövlət xidmətləri yerləşir, həm də kommersiya, özəl sektor nümayəndələri var. Hansı ki, Azərselin bəli, icarə. Hamısı Azərselin xidmət mərkəzidir, sonra satış mərkəzidir, Gilmet tekstilin burada istehsalı olunur, həm də satışı olunur. Hansı ki, işçi geyimlərdir, cərrahi geyimlərdir, maskaların istehsalı bizim qadınlarımız məhz burada həyata keçirdirlər. Sonra orada Rahat Marketdir, sonra qarşıda, bəli, Rahat Market fəaliyyətə göstərir. Sonra Kapital Bankdır, yanında Ağalı Xidmətlər Mərkəzidir ki, orada da Kovya, Asan Xidmət, Dost İş Mərkəzi və Azərpost yerləşir. Gördüyünüz o inzibatidə arxa tərəfində gözəllik salonu, kişi salonu fəaliyyət göstərir. Yuxarısı Dövlət Aqrar İnkişaf Mərkəzidir. Aqrar İnkişaf Mərkəzi, bu gördüyünüz inzibati bina yuxarısı Prezidentin xüsusi nümayəndəliyinin inzibati binasıdır. Qarşıda gördüyünüz inzibati binanın aşağısı bir tərəf restorandır, Xançınar restoranı. Qarşı tərəfdə Almarketdir, yuxarı hissədə kənd sakinlərinin xeyirşər məkanı dediyimiz 180 nəfərlik yerdir. Aqil bəy, mən... Aptek də var, yaddan çıxdı. Bəli, aptek yaddan çıxdı. Biz yol boyu danışırdıq. Elnarə xanım bizdə gözəllik uzmanıdır, həm də yəni bloger olmaqla yanaşı.
mən dedim ki, bizdə burada gözəllik salonu yoxdur. Yəni əslində varımızdır. Gözəllik salonu da var, hətta ustalarımız da var, dırnaq ustası da var. Və dövlət tərəfindən, Dövlət Məşğulluq Agentliyi KOBİA xüsusi nümayəndəliyin bircə layihəsi ilə biz həmin sakinlərə aktivlərin vermişik. Gözəllik salonu ilə bağlı olanlar ayrıca 8 minlik, 7 minlik avadanlıqlardır. Dırnaq ustalarına da ayrıca. Və təklif eləyəcəm ki, ustamızın da master bir klası olsun orada. Bizim məktəbimiz var, təlimlərə də qatıla bilərlər də. Onları siz onlara təklif eləsiniz, daha yaxşı olar. Və qarşıda gördüyünüz bizim gedəcəyik, səfər eləyəcək, amma belə uzaqdan da olsa məlumat verib. Məktəb 360 yerli, qarşı tərəfdəki bağçadır 60 yerli, onun yanında ailə sağlamlıq mərkəzi, Salam Doktor, yəni məsafədən tibbi xidmətin göstərilməsi, hansı ki bizdə 11 tibbi heyət var, bəzi ixtisaslı həkimlərimiz yoxdur. Təbii ki, ailə sağlamlıq mərkəzində, poliklinikadır. Misal üçün bizə hansı ki nevroloqa ehtiyac var, psixoloqa, biz təbbə müraciət edirik, yerli və xarici mütəxəssislər bir neçə saat sonra məsafədən o xidməti biz ondan ala bilirik. Xəstə, bəli, onlayn şəkildə şöbə müdiri xəstə bir yerdə olur, o həmin o diaqnozunu qoyur həkim və ondan sonra da bir müddət 10 gün sonra yenidən müraciət edir. Əlavə olaraq da 11 nəfərdən ibarət tibbi xidmətimiz var və Beyləqan buranı himayəyə götürür. Hər həftədə 10 həkim olmaqla ayda 50-yə yaxın həkim bura gəlirlər. Gedirlər sakinlərin belə deyək, check-up eləyirlər, bəli, sağlamlığının qayğısında dururlar və 24 saatda burada təcil tibbi yardım fəaliyyət göstərir. Yəni istənilən vaxt, bəli, təcil tibbi yardım buradadılar hamısı. Sonra onun yanında da Gilmet Tekstil var ki, bayaq biraz əvvəl də dediyim kimi orada da bizim kənd qadınlarımız hansı ki dərzilik fəaliyyətini məşğuldur və orada cərrahi geyimlərdir, maskalardır, tibbi geyimlər, işçi geyimlər, bunlar istehsalını edirlər və sevindirici hal ki, Respublikanın hər yerinə buradan gedir məhsullar. Bəli. Hal-hazırda 66 ailəmiz, 325 nəfərdən ibarət sakinlərimiz var. Bəli. İnşallah yaxın aylarda da yeni növbəti köçü planlaşdırır. Neçə boş evimiz var? Hal-hazırda deməli ümumilikdə 200 evimiz var. 200 evin 87-si hazır vəziyyətdədir. Birinci mərhələ tamamlanıb. Onlardan 66-sında sakinlər yaşayır, qalan 21-də isə xidməti evlərdir. Hansı ki, gördüyünüz bu dövlət xidmətlərinin nümayəndələri orada yaşayırlar. 113 evimiz hal-hazırda tikilmək üzrə tikilib, son tamamlama işləri gedir. Növbəti mərhələdə yəqin ki, bir ayda da müəyyən hissəsində bizə təhvil verəcəklər. Biz inşallah növbəti köçə həyata keçiriləcək. Çox sağ olun, minnətdaram. Bu gördüyünüz fəvvarəni istəyirəm. Sizə bir məlumat verim. Bu, bəli, hər birisi çoxlarının dostu, belə deyək, hörmət etdiyi bir şəxsdir. Qarabağımızda məhz bu ağalda ilk təməli qoyulan tikilidir. 26 aprel 2021-ci ildə Cənab Prezident tərəfindən ilk təməli qoyulan tikilidir və cəmi 1 il, 1 ay, 1 gün sonra, yəni 2022-ci ilin 27 may tarixində bu ağalı kənd Cənab Prezident tərəfindən açılışı oldu, rəsmi şəkildə bu gördüyünüz tikililər qeyd elədiyim 1 il, 1 ay, 1 gün müddətinə həyata keçirildi. Bunun özü çox dövlətimizin qüdrəti və görülən işlərin realda, özünüz görürsünüz. Bu xidmətlərin, bura bir düzəngah olacaq. Bəli, o yoldan sonra siz görürsünüz ki, ən azından Soltanlı kəndindən keçəndə orada dağıdılmış evləri görürsünüz. Bura ondan da pis vəziyyətdə idi. Amma şükürlər olsun ki, Cənab Prezidentimiz səyləri nəticəsində, dövlətimizin qüdrəti nəticəsində qısa müddətdə bu gözəlliklər quruldu və davam edir. Bu ilkdir və yaxın zamanlarda digər kəndlərimizin tikintisinə artıq təməlləri qoyulanlar var və tikintilər də başlayacaq. Həyat gəlişində. Bəli, inşallah. Türbələr, очень красиво, нереально. И доход. Gəldik, çatdıq. Bu gecə kəndində belə bir evdə gecələyəcəyik. Yerləşirik evdə.
Hareket. Burada da yer var, yukarıda da yer var. Tamam. Tek de çok ağımız yok. Hə, olsun evi. Bu da bizim otağımız. Çox qəşəng remont olunmuş gözəl evdir. Əla mebelləri var. Eyni bu tip evlərdə Ağalı kəndinin sakinləri yaşayır da. Ənvər göstər istəyən otaqları da. Hamamın tualeti. Çox gözəldir. Doğru, çok güzel. Ne var burada? Masa koyursan, oturacak koyursan. Kənd cəmaatı var. Gəlmişik Zəngilan aeroportuna. Əsl sahiblər evə qayıdıb. Yes. Neçə dəfə qəbul eləmisiniz artıq gəliş-gedişi? 4-5 dəfə olub. Davam gəlsin. Bəli, 340 qəbul eləmişik, 787 qəbul eləmişik. O gün olsun ki, ürəyimiz istədiyimiz zaman İnşallah, bura belə minik inşallah, gələk. inşallah. İnşallah. Xeyirli olsun, yolun Sağ olun, yaxşı. çox sağ olun. Zəngilan şəhər məscidinə gəlmişik. Bu gördüyünüz yeni tikilmiş məsciddir. O digəri isə əvvəllər ermənilərin orada donuz saxladığı məsciddir. İndi yenidən bu yeni məscid qurulur. Orayla ilə bağlı indi məlumat alarıq, görək plan nədir. Zəngilana köçəcək inşallah. İnsanların sayına uyğunlaşdırıb yeni daha məscid, yəni daha belə deyim gözəl məscid tikilir, amma köhnəni də saxlayırıq və burada donuz saxlanılıb bir işğal illərində. Məscid səhv eləmirəmsə, amma səhv eləyə bilərəm. Bunu 19-cu əsrə aiddir. Tavanı yoxdur, görürsüz, söküb aparıblar və belə. Səsə bax. Özləş gibi. Wow! Gəlmişik bax bu gözəllikdə çay içməyə. Buranın adı nə qoruğu gelirdi? Öyrənəmək. Bu yerin adı neydi? Rəzdərə. Rəzdərə. Burada döyüşlər olubdu. Son sentyabr döyüşlərində burada səhv eləmirəmsə 4 nəfər şəhidimiz olub. Ümumiyyətlə sərhəd yerləşir burada. Bax orada çay var. Gelib baxarıq. Bəh, bəh, bəh. Nə qəşəng. Gözəlliyə bax. Ha. Burada Əsgərlərimiz yazıb müharibə vaxtı.
Ənvər, o gözəlliyi çəkiyor, ora bax. Yayda Adam istəyir girsin, o suda çimsin, hə Ənvər? Oyuğuna baxın, 5-6 nəfər adam sığacaq. Mən fırlar bunu da yandırmaq istəyirəm. Amma geçen de kimse dedi ki Möhtəşəm. Gözəlliyə bax Ənvər. Oturub burada saatlarla bu səslə, burada bir dənə yerdə istəyirəm 5 saat oturum, ancaq meditasiya edeyim. O da heç ayrılmaq istəmirəm buradan. Günlərlə bax gələrəm və o daşın birinin üstündə günlərlə oturaram da burada. Two hours later. Səfər, dur. Dur gedək sonra meditasiya eləyərsən. Samavar çayımız da hazırlanır. Yumurtanın qabığı olur belə. Onu atırsan, bir dənəsi ilə polun hazır. Hə, bu sekretidir də, onu yandırmağın. Bir dənəsi bəs edir. Siz orada nə edirdiniz ki? evi yığışdırır. Aa, zibili yığışdırırsınız. Ayva. Otak. Mən çəkib sonra matar. Gözümü hətta operasiya edəndən sonra da açmıram. Belə bəs eləyər məndə, bir dənə yoxlayaq. Bəs tanış beləsə hələ tanikdə dəmlənməmiş. Yox, yox. Bundan gözəl nə ola bilər? Bir insan bundan artıq nə istəyirlər? Bu təbiətin qoynunda, bu gözəllikdə, isti samavar çayı, mənzəriyə baxa-baxın. Çaydan içib zövq alırsın. Böyle hamur yoxşu gəlir. Kim oynayır? Çayımızı içdik. İndi isə gedirik Zəngilanda qədim şəhər qalıqları olan Şəhri Şərifə abidəsinə. Zəngilan rayonu Azərbaycanın bilirsiniz ki, ən belə sərhəd rayonlarından biridir və Azərbaycanın işğaldan azad olmuş digər ərazilərində olduğu kimi burada da cənab prezidentin göstərişi ilə tikinti quruculuq işləri gedir və həmin tikinti quruculuq işləri zəminində bizim tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılmış olan yerlərimiz, bunların hamısı tədqiqata cəlb olunur və qeydə alınır. Və bütün bunları asanlaşdırmaq, bunların hamısının dağılmasının qarşısını almaq məqsədi ilə Qarabağ Şərqi Zəngəzur arxeoloji ekspedisiyası və monitorinq qrupu yaradılıb və həmin o Qarabağ arxeoloji ekspedisiyası və monitorinq qrupunun rəhbəri də mən, yəni Arif Məmmədov, tarix elmləri doktoru, professor. Bəli, və uzun müddətdir ki, bu ərazidə arxeoloji tədqiqat işləri aparmışıq və aparırıq. Mən indi qazdığımız yerlər də var ki, onlar haqqında yəqin ki, sonra sizə məlumat verəcəyik. Çünki əsasən gərək biz işlərimizi başa çatdıraq, ondan sonra yekun nəticə əldə edəndən sonra maraqlı məlumatlar verək. Biz indi hansı məsafədə yerləşirik həmin Şərifan? Həmin Şəhri Şərifan deyilən ərazi ki var, bu gördüyünüz gibi bu yoldan o birisi tərəf olan hissə ki var. Həmin o belə düzən onsuz da bütün şəhərlər düzənli ərazilərdə salınır. Şəhərin genişləndirmək, çünki nəzərdə tuturlar ki, gələcəkdə şəhəri genişləndirmək lazımdır. Şəhəri də genişləndirmək üçün onu birinci növbədə düzəngi ərazidə salırlar. Bir də bizim rəhbərimizin Allah canına sağlıq versin göstərişi ilə indi gəldiniz Ağalı kəndində. Görürsünüzmü, ətrafda hündürlüklər də var, amma Ağalının yerləşdiyi ərazi düzənlikdir və gələcəkdə həmin orada yaşayış məskənini artırmaq mümkündür. Ona görə o ağıllı adamlar da elə yeri seçiblər, onu təsadüfən seçmirlər ki, nə qədər istəsələr də, nə qədər çalışsalar da, neynəsələr də tarix öz sözünü deyir, tarixi silə bilməzlər. Elə bu yaxınlarda biz adını çəkmək istəməyəcəm. Qarqar Gərgər Tayfa İttifaqının 4000 il bundan əvvəlki dövrə aid olan işğaldan azad olunmuş ərazidə şəhər yerini tapdıq. Məsələn, şəxsən mən onun qala divarlarını qazıb çıxartmışam üzə, böyük yerlər. İndi inşallah vaxtı çatır.
çatanda yəqin ki, məsləhət bililəndə onun haqqında da məlumat veriləcəkdir. Elə böyük tapıntılardır ki, yəni görürsünüzmü, bu qədər 30 il müddətində erməni burada olub, əgər o abidə onun olsaydı, onda orada tədqiqat aparardı. Görürsünüzmü, onun deyil. Ona görə də orada tədqiqat aparmayıb və onun haqqında fikrini bildirməyib. Sadəcə sizin diqqətlə çatdırması, amma gördüyünüz şəhər İran ərazisindədir. Bəli, İranın ərazisidir. Yəni bizim Cənubi Azərbaycanda bilmirik. Adı nədir oranın? Valla oranı qoy görüm, nə Yəqin ki, deyirlər? 30 il ora aparılmış. Cəfərlər deyirlər, nə deyirlər? Cəfərabad ay sağ ol, Cəfərabad. Hə. O palatkalarda kim qalır? Belə başa düşdüm ki, Zəngilan ərazisində bütün o kənd təsərrüfatı ilə bağlı layihələrin mərkəzi buradır da, buradan idarə olunur. Mərkəzi xeyr, belə deməyək də, Zəngilan ərazisində böyük şirkətlər var, kənd təsərrüfatının Kranko şirkəti var, məsələn sonra Dostagropark var və Azəraqrar var. Ən böyüyü heyvandarlıq Özəl də var, dövlət də var, hə belə çıxır. Dövlət layihələridir. Yox, özəl dövlət də var, özəl də var. Buranın da ki Dostagropark həm heyvandarlıqla, həm əkinçiliklə məşğuldur. 4000 hektarda ümumi əkinçiliyi var, 2000-i bura düşür, 2000-i Qubadlıya düşür və 3-5 min arası da anqus heyvanı. Artıq gətirib indi içərisinə fırlananda görəcəksiniz. Və gələcəkdə böyüdülməsi planlaşdırılır. Ondan çox heyvandarlıq var hardasa burada? Yox, yoxdur. Ən böyüyü buradır. Buradakı o heyvandarlıq yerli əhalinin qida ehtiyacını ödəmək üçün nəzərdə tutulur. İxrac. Çünki o gələcəyə, yəni perspektiv böyükdür və gələcəkdə perspektiv xaricədə olacaq. Hər yeri gəzəndən sonra dəhşət yorulmuşuq. Gəlmişik indi şam yeməyə. Bəh, doğu var. Özünüz necə istəyirsiniz? Yorulmuşsunuz, açsınız. Yorğun, bəli. Aha. Açsınız. Biraz var. O qədər gəzəndən sonra. Günün təəssüratları, ən yadda qalan, ən bəyəndiyiniz nə oldu? Bəyəndiyim bu sonda gördüyümüz aqroparkı çox bəyəndim və istərdim ki, onu biz gün işığında görək. Çünki çox maraqlı gəldi, çox böyük. Angus inəklərini gördük, iştaha gəldik. Doğrudan çox maraqlıdır. Görülən işlər doğrudan da çox böyükdür. Qısa vaxtda bu qədər. Mən açığı heç gözləmirdim ki, o qədər çox işlər görülüb. Mən bilirdim ki, biz gəlib hələ bu kəndi görəcəyik və bununla da iş bitəcək. Amma buradan da çıxdıq, o qədər yerləri gördüm, yeni məscid tikilən yeri gördük, aeroportu gördük, o aqroparkı gördük. Hər tərəf hara gedirik, yollar tikilir, yəni möhtəşəmdir. Ümumi qısa olaraq mən bəzi məlumatları deyim. Bizə Ağalı kəndi ilə bağlı təqdimatını nümayiş etdilər, daha sonra sual-cavab oldu və kəndlə bağlı ətraflı müzakirələr elədik. Bu komanda yeni ideyalara açıqlığı ilə bizi yaxşı mənada təəccübləndirdi. Müasir yanaşma və çalışqanlıqları ilə çox xoş təəssürat bağışladılar. Gün bitdi, hamımız çox yorğunuq. Sabah səhər 8-də də tezdən oyanmalıyıq, məktəblə tanış olacaq, asan xidmətə gedəcəyik. Bir çox planda hələ yerlər var ki, oralarda gedəsiyik. Yəni sabah da çox maraqlı bir gün gözləyir bizi. Ona görə tez yatmalıyıq. Növbəti günün vloqunu isə növbəti videoda yerləşdirəcəm. Kanalı izləyin, gecəniz xeyrə qalsın.